açıqdır, əziz tamaşaçılar. Çağrı efirdədir. 510-0204 və 69-74 SMS ünvanımız açıqdır. Elə biraz bundan qabaq tamaşaçımız zəng eləyib efirə qoşulmaq istəməsə də fikrini bildirdi. Fikir bundan ibarətdir ki, demək xanım bildirir ki, uşağı süddən artıq ayırıb, bir ildən çoxdur. Amma buna baxmayaraq süd kəsilmir və ikinci bir tamaşamız isə qaraciyərdə deyəsən kəpənək qurdu ilə bağlı müraciət eləyir. Birinci onunla deyim ki, bu süddən kəsilmə məsələsində daha yaxşı it burnunun köklərini dəmləyib içmək, yaxşı qaynadıb içmək. Bax, bu yaxşı kömək eləyir, amma yenə də həkimlər istəyərəm əlavələr eləsin. Ulduz xan, buyuruz. Qardaş saçağı da dəmləyib içə bilər, o da kömək edir. Amma ən yaxşı variant odur ki, ginekoloqa müraciət etsin, prolaktin yoxlanır və ona qarşı qəşəng dərmanlar var. Bəli. Bunlardan istifadə etsin, daha tez nəticəni ala bilər. Elnur doktor, əlavəniz var? Müraciət eləsin həkimə, elə həmçinin o biri xəstəliyə görə də, yəni exnokok zamanı infeksiyaya müraciət eləsin, müalicə alsın. Təşəkkür edirəm. Doktor, buyuruz, əgər əlavəniz varsa sizin də. Yoldaşlar tam dəqiq başa saldılar, amma mən o kəpənək haqqında bir neçə kəlmə demək istəyərdim ki, bu çox ağır bir xəstəlikdir, qaraciyəri zədələyir, sıradan çıxardır. İnsanlar bu təkcə qaraciyərdə olmur, yəni buna el arasında kəpənək desələr də elmi dildə exnokok deyirlər. Və bu qaraciyəri sıradan çıxardır, ancaq bu exnokok kistası başqa orqanlarda da ola bilər. Məsələn, mənim xəstəm olub ki, ağciyərinin bir tərəfi tamam kistə olub. Bəli, elə bu yaxınlarda mübariz doktor burada efirimizdə idi, qonaq idi və o cərrahi əməliyyat eləmişdi ağciyərini exnokokundan. Bəli, deməli, ona görə də bu insanlar birinci cərraha müraciət eləməlidirlər. Əgər cərrah, tutaq ki, xəstənin müəyyən bir faktorlarla əlaqədar yaşı çoxdur, operasiya eləmək mümkün deyil bu adamı, onda xüsusi dərmanlar var, albendazol, mebendazol və digər bu tipli dərmanlar. Bunları uzun müddət o xəstələrə verməklə prosesi dayandırmaq olar. Təşəkkür edirəm, doktor. Çox sağ olunuz. Bizim sadəcə olaraq SMS-lərimiz olduqca çoxdur. Mən də arada bir bunlara müraciət eləyirəm. Amma buna baxmayaraq SMS-lərin demək olar ki, sizin cavablarınızdan elə çoxsuz cavablanır. Burada belə bir şey yazır ki, mənim güclü sistit olmuşam, nə edim? İstəyərdim ki, Elnur doktor, sizdən başlayayım. Sistit ən çox qadınların xəstəliyidir, o da kanalın qısa olmasına əlaqədardır. Sistitin ən böyük səbəblərindən biri Escherichia colidir və sistit zamanı uratiya çayı istifadə etmək bəhs edir. Yəni, sistit xəstəliyi tam bitkilərlə keçir. Yanaşı digər xəstəliyi yoxdursa. Çox sağ olun. Mən istərdim bir şey əlavə eləyim. Sistit düzdür, qadınlarda çox müşahidə olunur, amma kişilərdə də, hətta uşaqlarda da, xüsusən qız uşaqlarında müşahidə oluna bilər. Çünki onlar qız uşaqları bəzən özlərini yuyanda gigiyeniyaya düzgün əməl eləmirlər. Ona görə qız uşaqlarında da belə problemlər olur və yaxşı olar ki, qız uşaqlarının və qadınların yeniyetmələrin sidiyini tez-tez yoxlasınlar və bu məsələ ilə vaxtında müalicə alsınlar. Ancaq mən istəyirəm, bildirəm ki, əgər tutaq ki, evli adamdırsa, tutaq ki, kişi sistitlə xəstələnibsə və yaxud qadın sistitlə xəstələnibsə, bunların hər ikisi müalicə olunmalıdır. Səhv fikir odur ki, qadın gedir müalicə olunur, kişi müalicə olunmur, yenə də yoluxur, yenə də həmən proses gedir və təkrar gedir. Yəni, burada ot bitkiləri də lazımdır, amma hökmən konkret həmən o sidik və yaxud da ki, həmən o material əkilməlidir, tapılmalıdır, nədir? Məsələn, doktor düz dedi, məsələn, bağırsaq çöpüdürsə, onun öz müalicəsi var. Stafilokokdursa, onun öz müalicəsi var. Trixomanozdursa, öz müalicəsi var. Yəni, hər bir sistitin səbəbi tapılıb, ona uyğun müalicə olunsa, problemi həll eləmək olar. Amma səbəbi tapılmır deyən, problem də həll olunmur. Çox sağ olun. Mən bir şey demək istəyirəm, Həsən ağa müəllim çox qəşəng qeyd elədi. Yəni, evli cütlüklər arasında daha çox tez yeni evlənənlər arasında balay sistiti deyilən bir şey var. Bu sistitin yaranmasında da Staphylococcus saprophytus infeksiyası mikrobudur. Yəni, bu aradan götürülərsə, hər ikisi evli cütlüklər, yəni müalicə olunarsa, yaxşı effekt əldə eləmək olar. Çox sağ olun. Belə də ki, profilaktik və müalicə olaraq uratiya çayını istifadə edə bilərlər. Sistitin müalicəsində çox gözəl effekt verir. Ulduz xan, buyuruz. Bəzən də olur ki, sistitlər qadınlarda, məsələn, çox gec sağalır, xüsusən də 40 yaşdan sonra qadınlar. Bu da çox vaxt klimakterik dövrdə olur. Klimakterik dövrdə estrogenlərin miqdarının azalması da bəzən sistitin sağalmamasına səbəb olur. Bu da onunla əlaqədardır ki, orada uretranın əzəllərin zəifləməsi prosesi, yəni estrogenlərin miqdarı azaltda baş verir. Ona görə müalicə həmin vaxt, əgər kim sistə qarşı müalicə alırsa, kömək etmirsə, yaxşı olar ki, elə
klimaksa görə müalicə ilə birlikdə bərabər aparsınlar. Çox sağ olun. Bir dənə də elə söz düşmüşkən sadəcə orada sidiyin rənginin tünd olması ilə bağlı yazır, tamaşaçı yazır ki, bu nə ilə əlaqədar ola bilər? Yəni, adi bir şey deyim, rənglər təkcə onunla bağlı deyil ki, tutaq ki, hansısa bir xəstəlik var. Bəzən hətta hər hansı bir yediyiniz mayeni belə qəbul etdikdə müəyyən dəyişikliklər baş verə bilir. Məsələn, çuğundur yeyəndə çox maraqlıdır, rəng dəyişilə bilir və s. Məsələn, at şabalının da qəbulunda bir balaca dəyişikliklər olur rəngdə və yaxud da tünd çayların özündə belə yəni rəng segmentləri əslində qalanda bizim bədənimizin özünün də rəngləri var. Bütün bunlar hamısı dünyamız rəngdən ibarətdir. Amma bu o demək deyil ki, xəstəlikdir. Əgər bir problem yoxdursa, sadəcə oraya əgər problem hiss edirsə, o zaman mütləq analiz vermək lazımdır. Buyurun. Siz yəni fizioloji olaraq qeyd elədiniz, patoloji olaraq da əgər çay və ya qəhvə rəngindədirsə, sidin rəngi, bu biraz patoloji prosesin dərinləşməsi deməkdir. Yəni glomerulonefritlərin əksəriyyətinin tipik əlaməti sidin qəhvə rəngində, çay rəngində olmasıdır. Tündləşməsinin də əsas çox ola bilər ki, bəzən eritrosituriya olsun, yəni hematuriyalar. Hematuriyalarda da əgər etioloji faktora baxsaq daha çox sidikdə daş və yaxud da konkramentlər izlənən vaxtı belə bir şeylər, əlamətlər meydana gələ bilir. Amma yox, leykosit daha çox artıq burada pielonefrit və yaxud da ki, digər irinli iltihabi proseslərin getməsindən xəbərdar edir. Adətən böyrək xəstəliklərdə heç də biz belə deyək, boğazı gəldi, angina xəstəliklərinə də boş yanaşmamalıyıq. Onlar da adətən yuxarı tənəffüs yollarının iltihabi, infeksiyon xəstəliklərindən sonra da böyrəklərdə bu tipli xəstəliklər yarana bilər. Bu zamanda yenə deyirəm, analiz verməlidir, daşdırsa daşın ölçüsü, hansıdır, yəni hansı daşdır, növünə görə müalicə almalıdır. Bir də yəni sidin rənginə də tam olaraq belə bir məna şəkildə yanaşmamalıdır. Bu patolojidsə müalicə olmalıdır. Alo. 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 Bəli. Salam İşrət müəllim. Ələykümselam. Həkimlərimizi də salamlayıram. Təşəkkür edirəm. İşrət müəllim, mənim qızımın 28 yaşı var. Aha. Boynunda hardasa 5 qəpik boyda tatas var idi. Dəmirol kimi bir şey. Aha. Qaşınırdı, həkimdə olub, mazlar yazıb, vitamin qəbul elədi nağada. İndi həmən yerdən allanma gedir, ağarır. Boğazına tərəf gəlir. Yəni, buna bir çarə olar, bitkilərlə. Xanım, Dəmirov diaqnozu qoyublar da buna? Hə. Oldu, təşəkkür edirəm, çox sağ olun. Sağ ol. Maraqlı Alo. Müalicə. Görüşdürəm, doktor. Alo. Alo. Bəli. Salam aleyküm. Aleykümselam. Buyuruz. Hamınızı salamlayıram. Xanım, vaxtımızı nəzərə alın, buyurun. Təşəkkür edirəm, sağ olun. Mənim 15 yaşında oğlum var, doktor. Bəli. Onda elə bir ki, kəkələmə var da. Aha. Bilmək istəyirəm, bu müalicəsi var, yoxsa. Bu neçə ildir belədir? Demək olar ki, bir 3-4 ildir. Mən onu aparmışam, həkimlərə aparmışam. Aha. Amma elə bir, belə danışdıqda heç bir kəkələməsi yoxdur. Bir sualda, bir dəqiqə, mənə qulaq asın, bir dəqiqə sual verim sizə. Hər hansı bir 3-4 il ərzində və yaxud 3-4 il bundan qabaq qorxu və yaxud hər hansı bir böyük bir hadisə baş verməyib ki? O yuxuda qorxmuşdu. Yuxuda qorxmuşdu. Çox sağ olun, təşəkkür edirəm, sağ olun. Buyurun, doktor. Şəkərləyən insanları deməli, nevropatoloqlarla loqopedlər, laqopedlər, yəni birgə müalicə eləməlidirlər və bu müalicə mümkündür. Ya tam keçib gedəcək, ya da demək olar ki, azalacaq. Yəni, bu mümkündür. Çox sağ olsun. Birinci xəstə sualı nə idi? Dəmirovla bağlı sual verir. Dəmirovla bağlı deməli, o ancaq gərək o işin sənətkarına, yəni dəri həkiminə müraciət eləsin. Müraciət eləyib, sadəcə o nəticə ala bilməyib, ona görə buyurun. Otlarla müalicə eləsinlər, yenə alınmasa yenə dəri həkiminə müraciət eləsin. Yəni, dermatoloqa müraciət eləyib, müalicə olunub. İndi onu gendən həmin öz dermatoloqun yanına getsin ki, nəticə bu yerdədir. Bəlkə hansısa yazıla biləcək yerli, lokal yazılan dərmanlar ağarmaya kimi gətirib çıxarda bilər və yaxud da ki, etioloji faktoru araşdırılsın. Yəni, bu yenə də öz dermatoloquna əlaqə saxlamalıdır. Çox sağ olun, təşəkkür edirəm. Əlavəniz varsa, Ulduz xanım, buyuruz, əgər yoxdursa mən icazə verim. Demək, orada birinci sual uşağın kəkələməsi ilə bağlı idi. Yəni, uzun müddətli yəqin ki, müalicə olunur, yəni nerv patoloqda müalicə olunur. 3-4 ildir də, artıq 3-4 Bəli, əlavə olaraq bitkilərdən də istifadə edə bilər. Bitkilər də kömək edir. Yəni, burada nə nəzərdə tutulur? Ümumiyyətlə, sedativ bitkilər nəzərdə tutulur, bir də qan dövranına təsir edən bitkilər. 15 yaşı var, yəni ginkgo bilobadır, öksüotudur. Bu bitkilərin dəmləməsindən, damotudur, belə bitkilərin dəmləməsindən istifadə edə bilər müəyyən kurslarla, kömək edir. Amma Dəmirovun müalicəsində çoxlu vasitələr var, xalq təbabəti üsullarından biz dəfələrlə danışmışıq. Amma
bunların hər birini daha yaxşı olar ki, ya fitoterapevtlər, ya da ki, həmən o dəri həkimi özü təyin eləsin. Belə ki, məsələn, mən demişdim, kağızın öz yağı, gəndəlaşın çöplərinin yağı, bunu yəni yandırırsınız, yağ çəkirsiniz. Bunların hamısı təsir göstərir. Müxtəlif vaxtlarda, müxtəlif insanlara. Amma dəmirovlar da o qədər bugün çeşidləşib, müxtəlifləşib. Hətta bir insanda bir neçə yerində olan dəmirov müxtəlif dərmanlarla, hər yerindən asılı olaraq müxtəlif dərmanlarla sağalır. Ona görə də burada birinci növbədə nəyə fikir vermək lazımdır? Əgər dəmirov varsa, birinci növbədə o insanın əhval-ruhiyyəsini dəyişmək, sakitlə, bir də dincəlmək, bir də acılıqla müalicə eləmək. Ən çox burada 17 və 21 günlük aclıq şeyləri keçirirlər, pəhrizləri keçirirlər. Bu aclıq zamanı ancaq sudan istifadə olunur. Bax, belə bir müalicə vasitəsi var, amma bütün hallarda həkimə müraciət eləmək lazımdır. Çünki hər adam da həmən aclığa dözmədən müəyyən bir xəstəliklərə tuta bilər. Belə ki, mədə xəstəliyi və s. ola bilər. Ona görə də bunu məsləhət görürəm ki, həkiminə müraciət edin. Sonra bizim belə bir SMS-lərimiz də var ki, mənim qardaşımın hepatit C-dir, müalicə olunur, amma iynə vurulandan sonra halı pis olur, başı ağrıyır, buna aydınlıq gətirmənizi istərdik. Şübhəsiz ki, müəyyən bir bədənə hər hansı bir dərman təyin olunanda, daxil olunanda, müəyyən insanlar müəyyən bir reaksiyalar verirlər. Bu insanda da bu cür gedir. Elnur doktor, əlavəniz varsa buyurun. Yəni, aydındır, yəni, o hepatit C xəstələrinə vurulan preparatların tərkibləri interferon tərkiblidir. Interferon, belə deyək, orqanizm özündə də sintez olunur. Əgər xaricdən bunu veririksə, orqanizm belə deyək, tam hələ ki tanımadan, onda baş ağrıları, qripə bənzər simptomlar, o tez-tez burunlarını çəkirlər, vurulan ərəfədə. Amma vurulub bitdikdən sonra o effektlər itəcək onsuz da. Amma daha çox depressiv adamlara isə kəskin olaraq əks göstəriş kimi qəbul edirlər. Yəni, bu hala kimi gətirib çıxarda bilir. Ona görə biraz ehtiyat tədbirləri lazımdır. Bu müalicə olunanda yenə aldıqları, vurduqları dərman əks göstərişlərinə də baxsınlar. Bunsuz müalicə olmamağı başa düşmək olar, amma ki, əlavə effektlər yaranmasın. Amma daxili interferon qabiliyyətini artırmaq üçün exnasiyadan istifadə edə bilərlər. Ümumi orqanizmin immun qabiliyyəti normada qalsın. Bu tipli hallarda immunoterapiya çayından istifadə edə bilərlər. 14 gün müddətində tam bəs eləyir. Ulduz xanım, mən istəyərdim ki, siz də bundan bağlı bir aydınlıq gətirəsiniz. Çünki biz əlbəttə immuniteti burada artırmaq. Dünəmki verilişdə danışdıq. İndi insan orqanizmi Elnur həkim çox düzgün izah elədi. Yad cisim daxil olur və o dərmanların elə xüsusiyyəti var, ondan qorxmasınlar. Müəyyən vaxtdan sonra keçib gedəcəkdir. Amma qaldı ki, bitkilərlə də mümkündür. Yəni kimə dərmanlar əks göstərişdir və yaxud müəyyən müalicədən sonra istəyirlər ki, ümumiyyətlə xəstəlik geri qayıtmasın. İstifadə edə bilərlər. Dərman bitkilərimiz çoxdur. Qaraciyər qoruyucu bitkilərimiz, immuniteti artıran bitkilərimiz çoxdur. Bunlardan elə kasnıdır, ənginardır, onun şirəsidir, pitrağın şirəsidir. Çox qəşəng ənginar eliksiriniz var da burada. Belə eliksir biz düzəldirik, elə hepatitlər üçün fərqi yoxdur. Hansı mənşəli olursa olsun, virus mənşəli. Yəni hepatitlər üçün nəzərdə tutulub çox gözəl kömək edir. Həm iltihabı götürür, həm qaraciyər qoruyucudur, həm də immuniteti artırır. Bu balzamın özü də elə nəzərdə tutulub immuniteti götürmək üçün çaqadan hazırlanır və burada əlavə bitki şirələri də var. Bunlar da immuniteti yüksəldir, eyni zamanda antioksidant təsiri var. Yəni viruslara qarşı da antioksidant maddələrin çox böyük köməyi var. Yəni eyni zamanda onlar virusu zəiflədici xüsusiyyətə də malikdirlər. Neçə vaxt elə hepatitlərlə bağlı danışırıq və deyirik ki, hər dəfə də deyirik ki, burada virus əleyhinə bitki preparatlarından, bitki hərimlərindən, bitki eliksirlərindən istifadə olunmaqla bərabər şübhəsiz ki, dərmanlar da qəbul olunur. Amma sadəcə olaraq yenə deyirəm, burada ciddi hepatoloqlara müraciət etmək lazımdır, daim nəzarətdə olmaq lazımdır. Mən istəyirəm onu deyəm ki, burada bitki də vermək olar, digər dərman preparatları da, amma bu adam çox ciddi bir xəstəliklə xəstədir və çox səviyyəli, savadlı, bu işi bilən bir hepatoloqla və yaxud infeksionistlə münasibətdə olmalıdır ki, vaxtında analizləri olunsun və vaxtında o hepatit C gətirib sirroza və yaxud şiş xəstəliyinə çıxardır, kanserə çıxardır. Yəni, bu vaxtında qarşısı alınmalıdır. Yəni, hər şey eləmək olar, bitki də içmək olar, qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq da lazımdır, diyeta da lazımdır. Amma hamısı ağıllı bir həkimin nəzarəti altında. Çox sağ olun, təşəkkür edirəm. Alo. Alo. Bəli. Doktor, salamlayıram sizi. Buyuruz, əleyküm salam. Mənim nəvələrim var, talasimiyadılar. Hər ay qan köçür. Bu genetik xəstəlikdir, talasimiya. Siz onu, bəli. Bir şey bilmək istəyirdim, doktor. Eşidirəm, buyurun. Bunlara
elə bir ki, qan köçürüldükcə bunların dizlərinə, oynaqlarına dəmir yığılır da. Ona görə də bunlara pompa qoyulur. Pompada biraz körpədlər pis təsir eləyir bunlara, incidir bunları. Yəqin ki, qohumlarla evləndirmişsiniz də. Xeyr, heç qohumluq əlaqəsi yoxdur. Nəysə, indi yəqin ki, belə alınıbdır. Aha, ola bilir. Elə onu bitkilərlə, biz deistral deyir, nədir, elə bir şey qoyuruq, pompa. Yine qarına vurulur o. O da biraz körpədir də, onlara bir pis təsir eləyir. Yəni bitkilərlə onu, o qanı, belə dəmiri qovmaq olarmı bədəndən? Aydın oldu sualınız, buyurun. Elnur doktor, buyurun. Talassemiyalar çox geniş mövzudur. Talassemiyalar haqqında geniş oxumaq istəyirlərsə, Herbaflora jurnalında da var. Və Azərbaycanda talassemiya mərkəzi var. Burada dövlət əsaslıdır, müalicə etmək üçün eğitimə mərkəzidir. Talassemiyalar alfa, beta talassemiyalara bölünür. Alfa talassemiyalar özləri də bölünür. Kiçik, orta, ağır. Bunlar hamısı şərtdir. Hemoqlobinin göstəricilərindən asılıdır. Talassemiya xəstəliklərində, yəni indi dediyi kimi dəmir toplanması tipli deyil, belə qeyd edilir ki, anemik hallar daha çox özünü göstərir. Bu sırf elə hematoloqun nəzarəti altında müalicə olunmalıdır. Bitkilərlə müalicə deyirsə, amma ki, yəni talassemiya xəstəliyi biz deyirik ki, genetik, irsi, bütün faktorlar nəzərə alına bilən bir xəstəlikdir. Amma yəni uzun müddət dövründə də tam hematoloqun nəzarəti altında xəstənin həyat keyfiyyətini normallaşdırmaq olur. Ən çox da transfuziyalardan istifadə olunur. Bu da hematoloqun öz işidir. Yəni belə bir şeylərdə ki, istədiyim nəsə sidik qovucu verim, bəlkə dəmiri qovdum, elədim, belə bir effektlər yoxdur. Bu tam olaraq orqanizmin daxili sisteminə aiddir. Demək, mən istəyirəm qeyd edeyim ki, belə xəstələrdə dəmir preparatı toplana bilər. Təkcə oynağa yox, dəmir preparatı bunlarda bütün orqanlara toplanır. Yəni, qaraciyərə də toplanır, onun funksiyasını pozur, ürəyə də toplanır, onun funksiyasını pozur, beyinə də digər orqanlara da toplana bilər. Ona görə də mənim etirazım yoxdur. Hansı dərman, kim nə yazır, kömək eləsinlər. Amma bunun özünün həkimi, xüsusi dərmanlar var. Məsələn, desferal var, digər dərmanlar var. Hansı ki, o talassemiyanı müalicə edən həkimlər onları yaxşı bilirlər. Və o dərmanları verməklə həmən o dəmiri bədəndən qovmağa çalışırlar. Təşəkkür ederim, çox sağ olun. Alo. Alo. Bəli. Salamlayıram sizi. Aleyküm salam. Mən mastopatiya ilə bağlı zəng vurmuşdum. Bəli. Yəni siz əvvəl keçən il demişdiniz ki, qabaqla bal demişdiniz, onu deyərdiniz. Bir də əlavələr istəyirdim Ulduz xanımdan. Oldu. Bir də indi hal-hazırda o qabaqla balı, yəni necə elədiniz? Mən istəyərdim onu. Eləməmişəm, yəni onu dəqiq deyərdiniz. Eləməmişsiniz. Mən sizə düşündüm ki, siz artıq ondan istifadə eləmişsiniz. Təşəkkür edirəm, sağ olun. Buyurunuz Ulduz xanım. Yəni, bir dəfə yaxşı bir film var. Bu filmdə də Həsən Ağa Turabov oynayır. Orada müğənni oxuyur, qalada oxuyur. Bu da qalaya ot vurub yandırmalıdır. Həsən Ağa Turabov oynayır. Deyir ki, yaman deyir köpək oğlu, yaman yaxşı oxuyur. Orada bizim bəzi insanlarımız çox qəribədir ki, bizə deyirlər, sual verirlər, biz danışırıq, deyir ki, bu müalicə vasitəsi bundan istifadə eləmək olar, bundan istifadə eləmək olar, bundan istifadə eləmək olar. Qulaq asır, sonra deyir ki, necə gözəl danışırlar, sağ olun. Və sonra bir ildən sonra, bir aydan sonra, bax görürsünüz, bir ildən sonra sual verir ki, deyirəm ki, o deyir ki, demişdiniz ha onu. İndi deyir ki, onu sual verdim, onu eləmişsiniz? Deyir, yox, onu da eləməmişəm. İndi təzəsini deyin. Buyurunuz Ulduz xanım, təzəsini deyilsin. Mastopatiya əsas neyrohumoral dəyişikliklər gedən, kimdə qadınlarda gedir, belə dəyişikliklər nəticəsində süd vəzlərində gedən patoloji dəyişikliklərdir. Yəni, vaxtında üstünə düşüb müalicə olsunlar, ginekoloqların nəzarət altında. Yəni, onlar müalicə edirlər, biri endokrinoloq. Yaxşı olar ki, o qalxana bənzər vəzdə yoxlatdırsın. Endokrinoloq, ginekoloq birgə, yəni onların ikisinin birgə müalicəsini alsınlar. Yəni, xalq təbabətindən də istifadə edə bilərlər. Biz dəfələrlə demişik, yaxşı nəticələr olur. O üsullardan dəmirotu şirəsindən damcı-damcı istifadə edə bilərlər. Yəni, dəmirotu şirəsi həm antioksidant bir vasitə olmaqla bərabər, eyni zamanda neyrohumoral tənzimləyici bir vasitədir. Bir də bitkilərdən istifadə etdikdə çalışsınlar ki, yəni fikir vermək lazımdır ki, tərkibində estrogenlər olan bitkilərdən çox istifadə etmək olmaz. Yəni, müəyyən qədər onlar fitoestrogenlər kimyəvi estrogenlərdən fərqli olaraq, yəni elə kəskin əks təsirləri yoxdur bu xəstəlikdə, amma yenə də ehtiyatlı olsunlar. Əsas əsəb sisteminə aid dərman bitkilərdən istifadə etsinlər.
dam otudur, pişik otudur, belə dərman bitkiləri, maya otudur, ümumiyyətlə istifadə etsinlər, yaxşı olar ki, bir də o dediyim, yəni qalxana bənzər bəzi funksiyası, nə dəyişiklik varsa ona qarşı müalicə, eyni zamanda ginekoloqun nəzarət altında. Təşəkkür edirəm. Elnur doktor, əlavəniz var? Yəni, deyirəm, mastopatiya süd vəzi xəstəliklərinin ümumiyyətlə patologiyasıdır. 20-30 yaşlı gənclərdə, gənc qızlarda, qadınlarda əmələ gələn mastopatiya fibroadenom adlanır. Ən çox. 30 yaşdan yuxarı olan qadınlarda daha çox fibrokistik xəstəliklərdir. Bunların hər birinin yaranmasında sırf hormonal pozğunluq və mübadilə sistemi pozğunluğu dayanır. Bu zaman müalicə olunanda təbii ki, seçici müalicə götürmək lazımdır. Endokrinoloqla ginekoloq bu işlə məşğul olur. Hormonların dərəcəsinə asılı olaraq müalicə etməlidir. Ən çox risk faktorlarda adətən qızlarda yaş dövrünə asılı olaraq hiperprolaktinemi olduqda, yəni ərə getməmişdən qabaqda hiperprolaktinemi olduqda, onlar artıq fibroadenom və fibrokistik xəstəliklərin belə deyək, risk faktorları sayılırlar. Bu zaman bəli, təbii ki, istifadə olunan preparatların əksəriyyətinin tərkibində bitkilər var. Necə ki, Ulduz xanım qeyd elədi və həmçində ərkütə meyvəsində istifadə olunur. Həm onu spirtdə çıxarış formasında istifadə eləmək olar, həmçində ərkütə kapsulu fitoklubdan əldə edə bilərlər. Çox sağ olun, təşəkkür edirəm. Doktor, əlavəniz yoxdursa, mən icazə verərsəz, bir neçə SMS oxuyum və bir də telefonu qəbul edeyim. Alo. Tamaşaçımızın səbri çatmadı. İkinci telefonumuz varsa onu qəbul edeyim. Alo. Yoxdur. O zaman eyb yox. Tamaşaçılarımızın səbri çatmır bəzən. Amma bilməlidirlər ki, bir telefonun cavabını verməliyik ki, ikinci zəngə, yəni bir zəngin cavabını verməliyik ki, ikinci zəngə cavab hazırlansın. Burada yazır ki, boranın şəkər xəstəliyinə müsbət təsirlərini bilmək istəyirəm. Zəhmət olmasa Ulduz xanıma müalicə üçün haraya yaxınlaşmaq olar? Deməli, belədir. Ulduz xanıma yaxınlaşmaq üçün bu içəri şəhərdə bir dənə belə qapı var. Filarmoniyadan aşağı bax, belə bir qapıdır. O qapını mən əlimlə ona görə göstərirəm ki, mən dəfələrlə Ulduz xanımın nömrəsini də deyirəm və yerində deyirəm. Bənövşə yaşıl aptekidir. Artıq bəlkə də bir 4 ildir mən bunu hər gün deyirəm və hər gün də soruşursunuz ki, Ulduz xanıma harada yaxınlaşmaq olar? İş yeri Bənövşə yaşıl aptekidir. Neft şirkəti ilə üzbəüz qala qapısından daxil olanda Bənövşə yaşıl apteki olur. Və Bənövşə yaşıl aptekinin içərisində də Ulduz xanım əyləşir. Orada yaxınlaşın və ona görə də Ulduz xanım, mən sadəcə olaraq bilmirəm daha necə izah edeyim. Ona görə məcbur oldum ki, əlimdən göstərim ki, o qapı bax belədir. Belə. Qaldı ki, boranın şəkər xəstəliyinə təsiri barədə deyim ki, şübhəsiz ki, boranı elə bir güclü şəkərə malik deyil ki, şəkəri qaldırsın. Burada sadəcə olaraq balğabağın mədə-altı vəziyə, mədənin funksiyasına, bağırsağın funksiyasına yaxşı təsir göstərdiyi üçün bunun həm şirəsindən, həm pişmiş vəziyyətdə bundan istifadə eləmək olar. Bu da elə şəkər xəstələrinə müsbət təsir göstərəcək. Hətta bir neçə gün bundan qabaq İlham müəllim bizim verilişimizdə idi. Bal üzrə mütəxəssis o qeyd elədi ki, yüksək saxaroza tərkibinə malik olmayan ballardan gündəlik qəbul edə bilər şəkər xəstələrdə. Hətta burada bir çox kitablarda, mənbələrdə yazırlar ki, 50 qramdan 100 qrama qədər, bəzən 150 qram da yazırlar. Mən də onu tam demək istəmirəm, amma 50 qramdan 100 qrama qədər. Bir qaşıq, bir xörək qaşığı demək olar ki, 50 qram bal deməkdir. Yəni, bir xörək qaşığını gündəlik norma kimi şəkər xəstəsi də qəbul edə bilər. Bundan heç nə uduzmayacaq, belə ki, yenə də deyirəm, mədə və mədə-altı vəzinin funksiyasında müsbət təsir eləyəcək hər bir şey şəkərə də müsbət təsir göstərə bilir. Burada belə bir SMS-imiz var. Uşağın nəfəsindən iyi gəlir. Ac olanda ya da bir müddət qida qəbul etmədikdə 7 yaşı var. Doktor, istəyərdim buna bir aydınlıq gətirəsiniz. Sonra demək, bütün uşaqlar anadan doğulanda tam steril doğulurlar. Yəni, orada heç bir mikroflora, heç nə yoxdur. Birinci uşağın yoluxduğu mikroflora doğuş yollarında olur. Ondan sonra da başlayır, ana yerə bir uşağın qaşığı düşdü və yaxud soskası düşdü, tez əvvəl öz ağzına soxur, sonra soxur uşağın ağzına. Yəni, bu bizim Azərbaycanda çox belə olan şeydir. Və ona görə də analar, atalar o qaşığı öz ağzında təmizləyib uşağa verir, göz ağzı təmizdir və özünün nə qədər mikroflorası var, hamısını keçirdir uşağa. Və uşaqların ağzından iyi gəlməsi çox vaxtı Heliobacter pylori deyilən bir mikrob var.
Yəni o həm də mədə xorası törədir, 12 ayağın bağırsaq xorası törədir. Çox vaxt o uşağın bədəninə keçəndə ağız boşluğunda da yoluxur və nəticədə uşaqların ağzından iyi gəlir. Amma ola bilər başqa səbəblər də olsun. Digər mikroflora da ola bilər, ağızda karyez diş də ola bilər. Bundan başqa ağızda stomatit ola bilər, iltihabı prosesi ola bilər ki, o da iyə səbəb olsun. Amma ümumiyyətlə istəyərdim xanım bilsin ki, təkcə uşaqlar yox, böyüklər də çörək yeməyəndə, məsələn biz oruç tutanda ağzımızdan istər-istəməz lazım olmayan biraz üfunətli iyi gəlir. Ona görə də o tez-tez yaxşı olar ki, o uşaq su qəbul eləsin, digər maddələr qəbul eləsin. Bir də ağzını dezinfeksiya eləmək lazımdır. Ya hidrogen peroksitin demək 3 dəfə uşaqlarda 3 dəfə durulaşdırmaq lazımdır və yaxud digər antiseptik məhlullarla uşağın ağzını yaxalamaq, dezinfeksiya eləmək mümkündür. Çox sağ olun doktor. Əlavəniz var doktor? Bir də rekurren, yəni təkrarlanan anginalar zamanı da ağızdan qoxu daha çox yaranır. Ağızdan qoxu, yəni axtarsalar internetdə halitoz adlanır, ağıza qoxu tibbi dildə. Ağıza qoxu zamanı təbii ki, Həsən ağa müəllim qeyd elədiyi kimi ağız boşluğu yaxalanılır, həmçinin də boğazda qarqara olunsa yaxşı olar. Tiasept çayından istifadə edirlər. Antiseptik, təbii bitki çayıdır. Tiasept çayından həm ağız boşluğu yaxalansın, həm də qarqara olunsun. Bir də qida arasında uzun müddət məsafə vaxt verilməməlidir. Yəni qidalanma və maye qəbul olunmalıdır. Burada bir çox maraqlı bir SMS var. Bu mən bayaqları dediyim söhbətə bir əlavə nəzirədir. Deyir ki, eşitmişik ki, elə də yazıblar ha, eşitmişik ki, ənginar, yəni artişok, qaraciyərə yaxşı təsir göstərir. Bəs bu neçə vaxtı biz nədən danışırıq? Bəs o ənginarın eliksirini ora niyə qoymuşuq? Bəs siz hardan eşitmişsiniz görəsən? Biz bunu çoxdan deyirik və deyirik ki, ənginarın salatı, ənginarın meyvəsi, ənginarın toxumları, ənginarın şirəsi, bütün bunlar hamısı qaraciyərə müsbət təsir göstərir. Üstəlik əlavə olaraq alaqanqalın toxumları, alaqanqalın özü, alaqanqalın dəmləməsi qaraciyərə müsbət təsir göstərir. Və bununla bağlı bir çox da Herbaflora şirkətinin gözəl məhsulları var. Bunlardan biri Heparteadır və qaraciyər üçün yığıntıdır və digər məhsullar da var ki, yəni hələ saysam... Mən istəyərdim əlavə eləyəm ki, çox adamlar bilmirlər ki, ənginar bəlkə də qaraciyərdən çox böyrəyə və böyrək çaşmazlığına çox müsbət təsir eləyir. Bir də mədə xoralarının sağalmasında çox böyük rolu var. Təşəkkür edirəm doktor. Burada bizim vaxtımız çox az qalıb. Ulduz xanım, sizə bir sual verim. Yenə də qan laxtalanması ilə bağlı. Qan laxtalanması üçün, yəni ona qarşı hansı məhsuldan istifadə eləmək daha yaxşıdır? Yəni burada təkcə bitki demir, həm də qida vasitələrindən. Buyurun. Qida vasitələrindən limonun özü yaxşıdır, qanı durulducu xüsusiyyətə malikdir, istifadə edə bilərlər. Sonra gilanardır, bundan, narın özü, nardan istifadə edə bilərlər. Cəfəri, bitki, şüyüddür, cəfəridir, bunlar da müəyyən dərəcədə durulaşdırıcı xüsusiyyətə malikdirlər. Bir də bitki dəmləmələrindən əksəriyyəti, məsələn, qanı durulaşdırıcı xüsusiyyətə malikdirlər. Bunlardan ən çoxu xəşənbüldür, yəni xəşənbüldən artıq adi qida kimi deyil, dərman kimi istifadə edə bilərlər. Maya otunun özü biraz qan durulaşdırıcı xüsusiyyətə malikdir. Yəni, bunlardan dəmləyib içə bilərlər. Bir də qan qatılaşdırmayan şeylərin adını çəkək. Məsələn, əvəli idi, onlar da deyək də, əvəli idi, sonra şey... Qatılaşdıran? Bəli, qatılaşdıran şeylər deyək ki, onu yeməsin. Bəli, qatılaşdıran şeylər, ispanağın özü qan qatılaşdırıcı xüsusiyyətə malikdir. Əvvəlik qan qatılaşdırıcı xüsusiyyətə, gicitkandır. Boyma dərənin özü, bağa yarpağıdır. Bəli, bağa yarpağıdır, boyma dərəndir, quş əppəyidir. Yəni, bu bitkilər qan qatılaşdırıcı xüsusiyyətə malikdir. Qarğıdalının saçağıdır, bəziləri çox alidə olurlar qarğıdalı saçağına. Düzdür, çox yaxşıdır, qaraciyərə də, öd qovucudur, börəklərə çox yaxşıdır. Çünki kimdir, soruşursan, börəyə görə deyir, biraz saçaq içdim. Yəni, nəzərə alsınlar ki, qarğıdalı saçağın özü də... Qatır quyruğunun özü. Qatır quyruğudur. Yəni, bunların əksəriyyətin tərkibində vitamin K var. Yəni, buna görə də qan qatılaşdırıcı xüsusiyyətə maliklər ehtiyatlı olsunlar. Hətta balqabağın şirəsini belə bir qədər əgər qan qatılığı çox olan adamlar istifadə eləməsinlər. Orada da K vitamini var. Yəni, K vitamini bir çox bitkilərdə var, amma bu çoxdur. Buna görə, məsələn, əvvəliyin istifadə edəndə, xüsusən də qrip hallarında, məsələn, soyuq dəymələrə qarşı nə edirlər? Əvvəlcə əvvəliyi qoyurlar suya, istadırlar, möhkəm onu istadandan sonra onu sıxırlar, bir qədər onun şirəsindən azad eləyəndən sonra
dəmləyəndən sonra, ondan sonra əvvəli xörəyə qatırlar. Ona görə də bax bunu nəzərə alasınız. Əziz tamaşaçılar, bizimsə təəssüflər olsun ki, vaxtımız çox sürətlə gəlib sona çatdı. Amma bundan biz təəssüflənmirik, çünki gələn həftə, 3-cü gün yenə də sizinlə görüşmək ümidi ilə ayrılırıq.